Azkon Holding şirkətlərindən olan Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti və Azelan Telekom Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə həyata keçirdiyi yeni layihə ilə sərnişin daşımada daha rahat, sürətli və innovativ xidmətlərin tətbiqi istiqamətində növbəti rəqəmsal mərhələyə başlanılıb. Bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb. Bildirilib ki, 15 may 2026-cı il tarixindən etibarən Azərbaycanın ictimai nəqliyyat sahəsində ilk dəfə dəmir yollarında Sima Pay üz tanıma ilə ödəniş sistemi tətbiq olunub. Üz tanıma ilə ödəniş sistemindən ilkin mərhələdə Bakı Dəmir Yol Vağzalı, Sumqayıt Dəmir Yol Vağzalı və Koroğlu dayanacağındakı turniketlərdən keçərkən istifadə etmək mümkündür. Növbəti mərhələdə həm Abşeron dairəvi marşrutu boyunca bütün stansiya və dayanacaqlarda, həm də ölkə üzrə dəmir yolu şəbəkəsində bu müasir xidmətin göstərilməsi planlaşdırılır.